Herkese salam. Bugün yeni bir vlog başlayıram. Sizi yeni bir gözəllik mağazasıyla tanış edəcəm və birlikdə mənim ad günümü qeyd edəcəyik. Adətən doğum günümü çox adamla qeyd etmirəm. Evdə olmağı və ya yaxın dostlarım və ailəmlə sakit bir restorana getməyi sevirəm. Kamera arxasında tez bazar hazırlaşdım. Yüngül bir makiyaj və saçlarımı tez bazar düzləşdirib ukladka elədim. Sadə, təbii bir görünüş almaq üçün. Hazırda işdəyəm. Sizə biraz göstərəcəm ətrafları. Bugün Nudestix brendi üçün Ulta'dayam. San Marcos şəhərində. San Marcos Kaliforniyada yerləşir. Özüm şəxsən San Diego'da yaşayıram. Bugün iş günüm Ulta'da başlayır. Bayaqda qeyd etdiyim kimi Nudestix brendi üçün. Bu brendi çox sevirəm. Çox gözəl stikləri var və sizə bunun haqqında da danışıb bir-bir hamısını göstərəcəm. Hər dəfə Ulta'ya gələndə elə bilirəm ki, gözəllik dünyasına daxil olurum. Ulta və Sephora arasında bəzi əsas fərqlər var. Sephora daha çox lüks və high-end brendlərə fokuslanır. Əsasən premium kosmetika, dərya, qulluq və parfüm brendlərini tapa bilərsiniz. Sephora'nın mağazaları daha modern və minimalist dizayna malikdir. Ulta'da daha geniş məhsul çeşidi var. Ulta'da həm bahalı, həm də münasib qiymətə olan məhsullar mövcuddur. Üstəlik Ulta saç baxımı və salon xidmətləri də təklif edir. Bugün bir müştəri yaxınlaşdı və yüngül tonal krem axtarırdı. Amma öz dəri tonu haqqında heç nə bilmirdi. Əslində həmin gün üzündəki makiyaj tamamilə səhv idi, çünki istifadə etdiyi məhsullar ona uyğun deyildi. Ona dərisini necə analiz edə biləcəyimizi izah etdim və birlikdə mükəmməl uyğun tonu tapdıq. Amma iş bununla bitmədi. Göstərdiyim məhsulları sınadıqca o təkcə tonal kremini deyil, hətta ənlik və dodaq boyasının da səhv rənglərdə olduğunu anladı. Yeni məhsulları üzündə gördükcə o qədər həyəcanlanırdı ki, çox sevincli idi və bu məni çox xoşbəxt edirdi. Onun üçün elədiyim yüngül makiyajı o qədər çox bəyəndi ki, günün sonunda məni Instagramda tapıb makiyaj dərslərini keçib-keçirtmədiyimi soruşdu. Təbii ki, mən makiyaj kursları yaratmağı düşünürəm, amma məncə bu çox məsuliyyətli bir işdir və çox bir zaman alır. Təəssüf ki, kurslarım hələ yoxdur, amma ona dedim ki, tezliklə gələcək. Və o, bunu səbirsizliklə gözlədiyini bildirdi. Belə anlar və belə insanlar məni çox motivasiya edir. Və belə anlar olduğu zaman bilirəm ki, çox gözəl bir işim var. Amma real həyatda bu hər zaman belə olmur. İşimi çox sevirəm, amma bu işin çətin tərəfləri də var. Bütün günü ayaq üstə olmaq, gün boyu insanlarla ünsiyyət qurmaq bəzən yorucu olur. Amma sonunda müştərilər razı qalıb minnətdarlıq edəndə deyirəm hər şeyə dəyər. İstəyirəm sizə batinkalarımı göstərim. Belə bir işdə rahat ayaqqabılar çox vacibdir. Həm də belə qalın batinkaları çox sevirəm, çox rahat olur və məncə çox da dəbli görsənir. Əslində hündürdaban ayaqqabıları da geyinməyi çox sevirəm, amma təəssüf ki, bütün günü ayaq üstə olduğum bir işdə bu mümkün bir şey deyil. Bu patinkaları Almaniyada olanda almışdım, New Yorker mağazinindən. Çünki Amerikada belə bir ayaqqabını almaq çox bahadır. Amerikada belə bir batinka hardasa $100-150 olardı. Mən isə bunu Almaniyada $50 aldım. Mənim isə bugün işim bitdi və mən evə getməyə hazırlaşıram. Hava çox buludludur və dedilər ki, yağış yağacaq. Burada yağış yağanda elə bərk yağır ki, əgər səhv eləmirəmsə, məni evdə gözəl bir sürpriz gözləyir. Çünki ev yiyələri bilir ki, mənim ad günümdür. Əslində çox bəxtim gətirib yaşadığım insanlar çox yaxşı insanlardır. Elə bil Amerikada öz valideynlərimlə bir evdə qalıram. Açığı, Amerikada ad günləri Azərbaycandakindən çox fərqlidir. Burada insanlar adətən dostları ilə bara, kluba gedir, ya da sadə bir görüş edirlər. Amma mənim üçün ideal doğum günü daha fərqlidir. Mən çox böyük partilər etməyi sevmirəm, çox da xoşlamıram və gec saatlara qədər partilərdə qalmaq mənlik deyil. Axşam saat 10-dan gec evə qayıtmaq adətən mənim üçün nadir hallarda baş verən bir şeydir. Ancaq toy olsa ya da gözəl bir restoranda şam yeməyi olursa, onda başqa məsələ. Və məncə ən gözəl doğum günü sənin ailən və bütün yaxın dostların yanında olan gündür. Ailəmdən və Azərbaycanda olan yaxın dostlarımla uzaq olduğum üçün onlarla WhatsApp vasitəsilə danışıram, görüşürəm. Ən çox da bacımla hər gün WhatsAppda danışırıq. Və mən artıq evə çatıram. Yaxşı ki, bəxtim gətirdi, yağışa düşmədim. Düzdür, biraz yağış yağır, amma çox da güclü deyil. Gördüyünüz kimi şüşədə biraz tərləyib, amma eybi yox da, bağışlayın məni. İsə evimə çatdım. Buranın gözəlliyinə baxın. Quşlar oxuyur, amma indi eşidilmir. Baxın, bu tripodu da götürdüm ki, evdə sizin üçün vlog çəkə bilim.
Ad günümü Azərbaycandakı kimi böyük süfrə, qonaqlar, bəzənmiş masa ilə keçirtmədim. Amma çox şirin və səmimi oldu. Girdim evə, qayıtdım, gördüm ki, ortalıqda heç kim yoxdur. Yəni Azərbaycandakı kimi gözəl bir süfrə qurulmayıb, məni heç kim belə də gözləmir evdə. Amma bu da ki, o demək deyil ki, onlar məni sevmirlər ya da ki, veclərinə deyil. Sadəcə olaraq burada mədəniyyət biraz başqa cürdür. Amma onu da deyim ki, hər evdə belə deyil, əlbəttə ki. Məsələn, məndə Amerikada elə vaxtlar olub ki, gəlmişəm, məni çox gözəl qarşılayıblar və ad günümü təbrik ediblər. Süfrə qurublar, düzdür, kağız tarelkalarla qab-qacaq, yəni bizim Azərbaycandakı kimi qurmurlar. Bir dənə tort olur ya da ki, bir neçə belə yeməklər hər kəs evindən gətirir ya da hardansa alıb gətirirlər və potluck kimi bir şey olmuşdu və o zamanlar mən tələbə idim. Tələbə illərində əlbəttə ki, hər şey biraz başqa cür olur. Amma çox şən idi. Həm də çox vaxtı ad günləri Amerikada evdə keçirmirlər. Məncə Azərbaycanda da bu artıq belədir. Heç kim evdə, yəni bir çox adam evdə ad günü keçirtmir. Hamı istəyir ki, getsin hansısa qəşəng bir restorana, nəsə bir yığıncaq olsun, qəşəng yeməklər sifariş edəsən. Özdəki Azərbaycanda bu çox ləzzətlidir. Gözəl musiqi, servis, ofisiantlar və əziyyətsiz heç bir qabları yumaq lazım deyil, onlardan sonra yığışdırmaq lazım deyil. Gəlirsən, oturursan, yeyirsən, qəşəng söhbət edirsən. Şənlənirsən və sonra da evə gedirsən. Otağıma qalxanda evdə yaşadığım insanlar məni təbrik etdilər. Çox da xoşuma gəldi. Bu məni çox sevindirdi. Mənə balaca bir hədiyyə verdilər. Əslində heç bir hədiyyə gözləmirdim. Ümumiyyətlə ad günümdə heç kimdən hədiyyə gözləmirəm. Amma əlbəttə ki, kimsə hədiyyə edəndə bu çox xoş bir necə hiss bağışlayır adama. Çox gözəl olur, özü yaxşı hiss edirsən. Sən də kimin üçünsə hədiyyə almaq mənim daha çox xoşuma gəlir. Elə bilirəm bu mənə daha çox zövq verir. Kimisə sevindirmək. Amma əlbəttə ki, hədiyyə almağı sevmirəm deyə bilmərəm. Ona görə də çox sevindim. Evyəsi mənə hədiyyə olaraq yumşaq hamam xalatı almışdı. Çünki biz bir dəfə bu barədə danışmışdıq. Belə bir şeyə ehtiyacım olduğunu ona demişdim və o da bunu yadında saxlayıb gedib mənim üçün belə bir hədiyyə alıb. Həmişə belə diqqətlidir və mənə tez-tez balaca sürprizlər edir və çox sevindirir məni. Ümumiyyətlə demək istəyirəm ki, Amerikaya gələndən qarşıma ancaq yaxşı insanlar çıxır çox vaxtı və bunun üçün Allahıma çox şükür edirəm. Da Easter Pasxa bayramıdır və nəvələri üçün gör necə gözəl belə sumkalar yığıb içində gözəl belə məsəl üçün görürsüz bu yumurta içində də pistaşkalar. Birisi qızlar üçün, bu kişinin nəvələri üçün, bu da qadının nəvələri üçün, bu qız üçündür. Görün necə şirindir, yumurtalara baxın. Bu balaca oğlan üçündür, göy rəngdə. Bu da birisi daha böyük oğlan üçün. Bunlar iki qardaş, bir bacıdırlar. İndi gördüyünüz kimi çox ləzzətli bir pendiri krekerin üstünə çəkmişəm və onu yeyirəm. Adətən süd məhsulu yemirəm, çünki mən süd məhsulları yeyəndə mənim üzüm səpir. Ən çox da burnumun üstü və ətrafları və bu çox belə yandırır, qaşıntılı olur, yəni ki, pis günə qalıram. Amma bugün ad günümdür, ona görə də ürəyim nə istəsə onu yeyirəm. Axşam yeməyi artıq hazırdır. İndi boş qablarımızı yeməklə doldurub televizor qarşısında yemək yeyəcəyik. Yəsən buna beef stew deyirlər. Yəni mal ətindən hazırlanmış bir yeməkdir və bütün günü yavaş ocaqda bişir. Yanında isə buxarda bişmiş kələm, kartof və yer kökü var. Bəlkə də görünüşü o qədər də cəlb edici deyil, amma dadı möhtəşəm idi, həm də çox sağlam. Yeməyə başlamazdan əvvəl hər zaman etdiyimiz kimi dua etdik və Allaha bu gözəl gün, sağlamlığımız və bu dadlı yemək üçün təşəkkür edirik, yəni şükür edirik. Yemək zamanı isə hamımız razı qaldıq. Deyirdik ki, bu yemək çox dadlı və yüngüldür. Mütləq bunu tez-tez hazırlamalıyıq. Bu da bayaq qeyd etdiyim kimi The Bachelorette şousu, hardakı bir nəfər gəlir özünə sevgi, məhəbbət axtarır, nə bilim 25 nəfərdən birini seçir, yəni belə şeylər. Evin yiyəsi qadın çox maraqla buna baxır və hər zaman səbirsizliklə yeni epizodu gözləyir. İndi isə arzumu diləyib şamı üfürmək vaxtıdır.
Evin yiyəsi mənim üçün çox şirin red velvet cupcake'lər hazırlamışdı. İndi hər dəfə də təkrarlanmaq, papuqa kimi olmaq istəmirəm. Yəni bilirəm ki, bunu bundan qabaq da sizə demişdim. Və biz balaca, amma əyləncəli bir şam mərasimi keçirtdik. Şam göyə seyrli idi və mən bundan heç bir xəbərim yox idi. Yəni üfürəndən sonra şam yenidən yanmalı idi. Amma nə oldu, nə baş verdi bilmədim. 3 dəfə şamı üfürdüm, gözlədim. Güldü, amma şam seyrini göstərmədi. Deyəsən ya bizdə seyr alınmadı, ya da şam artıq yorulub. Və mən artıq cupcake-imi yemək istəyirdim, səbirsizliklə onu gözləyirdim. Görə dedim ki, şam yanır, sönür, heç vecimə deyil. Qoyun cupcake-imi yeyim də. Şəng iştahla onu yedim, şouya baxa-baxa. Əgər sizə də maraqlıdırsa, onun reseptini öyrənib sizinlə bölüşə bilərəm. Əslində heç maraqlanmamışdım, çünki belə də çox belə cupcake bişirənlərdən deyiləm. Özümə bir fincan çay da dəmlədim. Çünki həyatımı çaysız təsəvvür eləyə bilmirəm. Yəni o ki oturdun, axşam televizora baxdın, yemək yedin, yeməkdən sonra ki o çayı içmədin, onda nə oldu, nə mənası oldu? Amma mən qara çay yox, ən çox yaşıl çay içirəm, çünki onu çox sevirəm və məncə o daha faydalıdır. Və bunu da deyim ki, bizim evdə məndən başqa isti çay içən yoxdur. Ümumiyyətlə Amerikada elə bilirəm ki, insanlar soyuq içkilərə daha çox üstünlük verirlər. Çay, kofe fərq eləmir. Çoxu ya buzlu çay içir, ya da kofeni mütləq iced alır. Mən isə isti içkiləri daha çox sevirəm. Həm çayım, həm də kofe mütləq isti olmalıdır. Məncə isti çayın yerini heç bir şey verə bilməz. Mən isə artıq vlogumun sonuna gəldim və sizdən bir xahişim var. Əgər sizə videolarım maraqlıdırsa, mütləq abunə olmağı unutmayın. Bu mənim üçün çox vacibdir və mənim üçün çox böyük motivasiyadır. Ola bilər ki, bugünkü videom o qədər də çox maraqlı olmasın. Yəni daha çox sizə ev şəraitini göstərdim, ad günü, biraz da iş yerimdən danışdım. Amma əslində sizinlə bölüşməyə çox şey var. Sadəcə olaraq elə alınır ki, hərdən vaxtım olmur, hamısını çəkib montaj etmək. Və ona görə sizdən xahiş edirəm ki, mənə abunə olun, rəylər yazın, bəyənin videomu ki, mən də bilim ki, kimin üçünsə bu faydalıdır. Ki, mən də daha həvəslə videolarımı çəkib sizinlə paylaşım. Növbəti videoda görüşənədək hələlik.